Elvin nə qoyacağım sənə? Ağzəri. Ha, dil uzunluq eləmə. Afaq xanım, qışları xanımın qısadırsa onu uzatmaq olarmı? Əgər üz anatomiyasına uyğun olaraq uzadırıq ki, təbiilikdən çıxmayaq. Permanent ustası Faiq usta. Dodağı həcmləşdirə bilirsiniz siz? Cüzi miqdarda həcmləndirmək mümkündür, amma dodağın rəng seçimində dodağın iç hissəsi üçün nəzərdə tutulub, çöl hissəsi üçün yox. Sən hamıdan sırazu çıxıb bura gəlmisən? Pramar bura gəlmiş. Səbuhi usta, pudra texnikası xanımın qaşında əgər varsa, onun üstünə pudra eləmək olurmu? Əgər əvvəlki işləm açıq rəngdə və düzgün işlənibsə, təbii ki, yerində etmək olar. Sən həmişə belə gəzirsən meymunla? Darıxmamaq üçün olur. Elə mənim üstümə keçməsin ha. Heç nə olmaz. Dişləyən deyil. Tağı usta, qaşları alıb gəlmək lazımdır ya almayıb gəlmək lazımdır? Hər iki halda da gələ bilər. Əgər almayıb gəlirsə, biz burada özümüz alırıq. Sən səhər gələndə güzgüyə baxmışdın? Yox, axşam baxmışdım, ondan sonra Zeyn nəsə elədi, səhər-səhərdə qorxdu. Gəl güzgüyə baxıb gələrdin ki. Eva usta, sən saç tibi serum eləyirsən. Bu saç tibi serumlar nə effekt verir? Tökülməni dayandırır, qırılmanı. Həcm verir? Bəli. Sənin saçın kimi? Mənim saçım yoxdur. Harika xanım, harika qaşlar eləyirsiniz. Bəli, yalnız və yalnız harika qaşları mən eləyirəm. Üzünüz də harikadır ya. Bəli. Görünür də necə harika qızam mən. Surat usta, siz hər kəsə eyni formalisiniz ya fərqli? Xeyr, hər kəsə forma individual çəkilir, qızıl nisbətə uyğun. Neçə ildir bu işdə sizə? 9-cu ildir. Adam elə verir 90-dır. Mən yaşlanmışam, qocalmışam, müdrikləşmişəm amma.